Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu yalnız coğrafi mövqe baxımından yox, həm də urbanizasiya sahəsində qlobal transformasiyanın mərkəzi kimi strateji əhəmiyyət daşıyır. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal platformaya çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq məkanı rolunu oynayacaq. Bakı WUF 13-ə doğru gedən yolda real nəticələrlə öndədir. Yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər yanaşmaları, COP29 çərçivəsində şəhərsalma üzrə yüksək səviyyəli görüşlərin təşkili, eləcə də beynəlxalq ekspertlər qruplarında fəal iştirak Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoyur. WUF 13 təkcə şəhərsalma mütəxəssisləri üçün yox, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan bütün qlobal oyunçular üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim eləyəcək. Belə bir forumun Azərbaycanda keçirilməsi nəinki Azərbaycan memarlıq və şəhərsalmasının yeni dövrü üçün geniş bir imkan yaradacaqdır. Ümumilikdə dünya memarlığında, dünya memarlıq və şəhərsalmasında bugün üzləşdiyimiz yeni dövrü, yeni bir formatın tapılması lazımdır ki, hansı ki artıq bu forumda bunun demək olar ki, təməli qoyulacaqdır. Yəni burada söhbət gedir ki, əsasən də megapolis şəhərlərdə, paytaxt şəhərlərdə və regionların özündə də deməli əsl yeni format, yəni memarlıq və şəhərsalmada bir ilk olacaq yaşıl şəhər anlamının salınması, ağıllı şəhər, ağıllı qəsəbə, kənd, hətta ağıllı məhəllələrin salınması. Yəni bu format artıq bütün dünya ictimaiyyəti qarşısında bir tələb qoydu ki, yeni dövr üçün yeni bir format işlənməlidir memarlıq və şəhərsalmada. Forumun Bakıda keçirilməsi eyni zamanda Azərbaycanın son illərdə şəhərsalma və ərazi bərpası istiqamətində apardığı geniş miqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və ekoloji məntəqələr Azərbaycanın bu sahədə regional lider kimi çıxış etdiyini göstərir. Azərbaycanda şəhərsalmanın əsasını təşkil edən prinsiplər, əhalinin sosial rifahı, ekoloji tarazlıq və texnoloji yeniliklərin tətbiqi paytaxtın inkişafına yön verən strateji xəttin mahiyyətini formalaşdırır. Bu baxımdan Bakı təkcə milli səviyyədə yox, eyni zamanda beynəlxalq miqyasda da müasir urbanizasiya modelinin öncü simvoluna çevrilir. Azərbaycanda iştirak edən böyük bir memarlıq məktəbi olan memarların yeni dövrdə öz potensiallarından istifadə edilməsi, öz güclərini göstərilməsi və bunun da fonunda xaricdən dəvətlərin alınması, oraya inteqrasiya olunmaları və eləcə də əksinə, dünya ölkələrində olan memarların hansı ki, son illərdə, ümumiyyətlə 10 il, 20 illiklərdə onlar deyək ki, yaşıl şəhər memarlığının bu seksiyası üzərində işləyiblər. Onların da üzə çıxması və Azərbaycana inteqrasiya olunması, yəni bu təkcə memarlıq və şəhərsalmanın komfort şəkildə yeni dövr üçün bir gözəl bir hadisəsi deyil, bu millətlər arasında, dövlətlər arasında mədəni əlaqələrin daha da bundan sonra geniş şəkildə qurulması, memar və mühəndislərin bütün ölkələrlə bir-biri ilə sıx əlaqədə olması və orada da bizim memarların töhfələri və xarici memarların bizdə töhfələri, bu memarlıq və şəhərsalma əlaqələrinin genişlənməsi mədəniyyətin yeni bir sahəsində yeni bir sıçrayışı olacaqdır. WUF 13 forumunun Azərbaycanda keçirilməsi ölkəmizin Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramı ilə dərinləşən əməkdaşlığının və qlobal şəhərsalma proseslərində getdikcə artan rolunun təsdiqidir. Bu forum Azərbaycan üçün gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platforma olacaq.